Bismillah. Bürclərin 5 aprelə ən düz proqnozu. 5 aprel üçün astroloji proqnozlar ümumi tranzitlərə əsaslanır. Yəni fərdi xəttlərdən yox, kollektiv təsirlərdən. Ona görə bunu enerji istiqaməti kimi qəbul etmək daha doğrudur. Dəqiq taley kimi yox. 5 aprel ümumi enerji. Bu tarixdə əsas vurğu ünsiyyət, qərar vermək, münasibətlərdə aydınlıq, biraz emosional dalğalanma ola bilər, amma eyni zamanda düzgün qərar vermək üçün yaxşı gündür. Qoç, enerjin yüksəkdir, amma tələskən qərarlardan uzaq dur. İşdə yeni imkan çıxa bilər. Buğa, pul və maddi mövzular ön plandadır. Xərclərə diqqət et. Plan qurmaq üçün yaxşı gündür. Əkizlər, ünsiyyət zirvədədir. Yeni tanışlıqlar və söhbətlər sənə fayda verəcək. Xərçəng, biraz içə qapanmaq istəyə bilərsən. Daxili hisslərini dinləmək üçün uyğun gündür. Şir, dostlar və sosial həyat aktivdir. Plan qurmaq və insanlarla görüşmək üçün yaxşı zamandır. Qız, karyera mövzuları ön plana çıxır. Üstlərdən diqqətə görə bilərsən. Tərəzi, səyahət, təhsil və yeni ideyalar üçün əla gündür. Düşüncə tərzin genişlənir. Əqrəb, dərin mövzular, maliyyə və münasibətlərdə ciddi söhbətlər ola bilər. Ox atan, münasibətlərdə qərar vermək lazım ola bilər. Açıq danışmaq vacibdir. Oğlaq, iş və gündəlik həyat yoğunlaşır. Sağlamlığı da unutma. Dolça, sevgi və yaradıcılıq yüksəlir. Özünü ifadə etmək üçün yaxşı gündür. Balıq, ailə və ev mövzuları aktivdir. Duygusal balansı qorumaq önəmlidir. Qısa yekun 5 aprel qərar günüdür. Ünsiyyət önəmlidir. Emosiyalarla məntiq arasında balans lazımdır.